götürün. Qalsın. Demək müəllim, soyuducu Almaniyanındır, boş, belə deyək, keyfiyyətli məhsuldur, idarə etmə paneli yuxarıdadır. Bir əsas üstünlüyü də odur ki, digər soyuducularda sırf dondurucu bölməsi burada olur, buradan oturur soyudu yuxarı. Amma bunlarda isə ayrı-ayrıdır, yuxarını ayrı soyutur, içərini ayrı soyutur. Ən əsası da üstünün dizaynı elə bir şeydir ki, keyfiyyətlidir, yəni asan cızılan materialdan deyil. Bir də sizə onu deyə bilərəm ki, daxilləri çoxdur, yəni fresh zonası da var, plus da 0 dərəcə, 0 zona da var. Və burada, belə deyək, bunu basaraq yerini dəyişə bilərsiniz. Bura məsəl üçün meyvə qoyursunuzsa, meyvəni, bunu vurdunuz, meyvələr daha təravətli, uzun ömürlü qalır. Tərəvəz qoyursunuzsa, bunu seçərək tərəvəzləri daha uzun ömürlü. Yəni, hər iki şkafında da eyni özəllik var. Belə deyək, ledlərin sayı çoxdur. Fresh zonasının yeri çoxdur, həm ən əsası genişdir. Bir də əlavə onu deyə bilərəm ki, bu, məsəl üçün, bölmələri çıxartır, məsəl üçün, bura qoya bilirsiniz. Tutaq ki, tort var, tort getirib qoymaq istəyirsiniz, yəni həcm kiçilir, düzdür, amma həcm yerini boyata bilirsiniz, yəni bunu çıxararaq tortu bura qoya bilərsiniz. Və yaxud da böyük qazanda yine bura qoya bilərsiniz. Bunu deyə bilərəm. Məsəl üçün, içkiləri qoymaq üçün qabları var, yəni burada da əlavə qab yer var. Yəni əsası olur ki, uzun ömürlü olur. Temperaturu ayrı-ayrı, aşağı yuxarı. Bəli, temperaturu ayrı-ayrıdır. Yuxarına ayrı davranırsınız, aşağına ayrı. Dondurucu bölməsini deyə bilərəm ki, belə deyək, ən geniş bu formada, yəni belə deyək, soyuduculardan ən geniş dondurucu bölməsinə görə bu soyuducudur. Burada buz qabısı var, yəni su doldurdunuz, qoydunuz, donandan sonra belə elədiniz, buzlar tökülür, buradan rahat şəkildə götürüb istifadə edə bilərsiniz. Digər soyuducularda dondurucu bölmə adətən kiçik olur, amma bunda isə həddən artıq geniş olur. Bu qədər. Yenidir ki, həcmi 682 litr həcmidir, 1.86 hündürlüyü, 86 enidir, 81 də dərinliyidir. Bir də soyuducunun enerji sərfiyyatı aşağıdır. Adətən böyük soyuducuların enerji sərfiyyatı yüksək olur. Amma bu böyük olmağına baxmayaraq aşağıdır. Olsun qardaş. Çox sağ ol, Allah razı olsun. Siz sağ olun, təşəkkür ederim. Yox, seçiminiz yaxşıdır. Yəni, qəşəng soyuducudur. Yəni, ümumiyyətlə, boşa tərifləmə ehtiyac yoxdur belə. Yəni, tanınmış marka. Budur değerli izleyicilerim, biz artık seçimimizi ettik. Bu soyuducunu seçtik. Kontaktomda gördüğünüz gibi seçim çoktur, boldur. Biz her zaman Kontaktomdan çok alışveriş etmişik. Telefonlar almışıq. Paltar yuyan maşın almışıq, LG markalı. Qaz peçi almışıq, toz-soran almışıq. İndiyə qədər çox şükür ki, hamısından razıyıq. İnşallah gələcəkdə də başqa şeylər də almaq planlaşdırırıq. Dəyərli izləyicilərim, videomu sona qədər izləyib öz rəylərinizi bildirməyinizi xahiş edirəm. Kanalıma hələ də abunə deyilsinizsə, abunə olub videomu bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə öz təşəkkürümü bildirirəm. Xoş izləmələr. Şıp şıp.
Sen qapağını yine al. Budur değerli izleyicilerim. Axır ki soyuducumuzu gətirib çatdırıblar. Bugün artıq bir həftədən çoxdur. Bayram günü gətirdilər. Gətirib quraşdırıblar bura. Və bildirdilər ki 3-4 saat sonra istifadə edək. İndi isə mən bu soyuducunun içərisini, üzərini təmizləyib işlətmək üçün hazır edəcəm. Çox gözəl, geniş soyuducudur. Çox bəyəndim. Arzusunda olan hər kəsə Allah qismət eləsin.